günləri çox dadlı və çox fərqli pendir hazırladım. Qazana 1 litr süd. Kimdə indi yoxdursa ev südü, təbii, mağazin südü də olar, problem deyil. Qazana tökürəm. Tam 1 litrdir və tvarog, kəsmik. Burada məndə 3 paçka kəsmik var. 3 paçka kəsmiki boşaltdım. İndi bunu əlavə edəcəm südün içinə. Südün içinə tvarogu. İndi bunu qatışdırıram asta-asta. Süd çürüməlidir. Gözləməliyik ki, süd çürüsün. Süd yavaş-yavaş çürüməyə başlayır. Necə normal eləyirik o pendir. Sadəcə biraz başqa formasıdır. Tam fərqlidir. Biraz da belə tam parçalansın. Tam ayrılsın. Bu biraz da belə sarı olsun. Tam. Bir 5 dəqiqədə. Baxın, belə. İndi bunu bu şəkildə süzürəm. Mən belə parça götürürəm. Çift parçadır da, pambıq. Kim istəsə marli istifadə edə bilər. Mən həmişə bunu pendir üçün saxlamışam. Siz də eləyəndə diqqətli olun. Bunu qazanın içinə qoyuram, yanıram deyə. Bunu çox şey istifadə edə bilərsiniz istəsəz. Çörəyi, bulqa, xəmirlərə, yəni çox şey istifadə edirlər. İçindəkini boşaltdım, süzgəc qoydum və bunu belə üzərinə suyu biraz axsın. Bu belə qıraqda gözləyir. Getdi. 100 qram, 101 qram kərə yağını qazana. Pendiri hazırlayanda rahat olsun deyənə qazanı biraz iki götürdüm. 100 qramı əridirəm, tam ərisin. Həndi gəl. Al. Çərik yedim. Gəl yukarıda. Yağ tam əridi. Belə. İndi bunun üzərinə problem deyil ki, laf qupquru olsun. Nə qədər süzüldü, bəs edir. Belə tez-tez qatışdırıram ikisini də. Milyon neyindir ona bax. Dalaşqan, neynirsən, dağıdırsan. Dayanmadan qatışdırırıq. Çox tez hazırlanır, rahatdır. Bura duz əlavə edirəm. 1, 2 dənə tökürəm. 2 yarım eləyim. İstəsəniz çox, ya istəsəniz duz vurmayın. Necə istəyirsiniz, bizdə yoldaşım da duzlu sevir. Qəşəng belə sarımtıl olsun deyə mən istəyirəm sarı kök də əlavə edim, kurkuma. Bunu istəyə görə yenə də. İstəyirəm belə rəngi də dəyişilsin, onda tamı da olur, dadlı olar. Buraları qəşəngcənə piskinə qoyub mənim üçün. Hili töküb, horeyini töküb. Göy heç nə olmamış kimi gəlib burada keyfdədir. Milyon, neynəmirsən buralara? Milyon. Mənim kameramanımı zəbt eləyib milyon. Ona görə özüm belə göstərəcəm. 2 dənə yumurtanın sarısın. Ancaq sarısın. Yumurtadan sonra bir 5 dəqiqədə hazırladım. Tam belə plastilin kimindir özünə bir-birlərinə hamısı yapışır. Soda əlavə edirəm. Soda və yaxşıca yenə qatışdırıram. Soda da bura pendirlə soda, südlə, tvaroqla soda qatışanda belə şişir biraz. Bir 2-3 dəqiqədə soda ilə belə pişirim. Kim istəsə bunun içinə şüyüd doğraya bilər, xırda-xırda şüyüd əlavə edə bilər. Bilmirəm ki, chia, lun, yəni kətan toxumu, çörək otu, xaş-xaş, ya makdır da. Ora mən qara çörək otu, yəni mak, yəni xaş-xaş əlavə edirəm. Hazırladığım pendiri indi tökürəm bir qaba. Kim istəsə pendiri belə uzun olsun. Yəni nə qabı var, hansı qabdan istifadə edir, yəni pendiri o dizaynda olsun, elə verə bilər. Mən sadəcə olaraq girdə istəyirəm. Bunu da yaşıl götürmüşəm. Belə yumru istəyirəm olsun. Onsuz da yapışmayacaq, çıxacaq. Sadəcə olaraq özüm istədim pendiri belə çıxardım. Sırf fırından sonra streçlə xaladenkada qoya bilərik. Bunu fərqli pendirdir, xoşunuz gələcək. Brod eləyəndə.
Bunu belə yaxşıca üzüm sıxıram. Bu presləyirəm. Belə qaynar qoymuram xaladenika. Biraz ev temperaturunda qalsın. İlıq olanda qoyacağım soyuducu. Mən də bunun ağzını bağlayıram. Qoyuram soyuducuya. İnşallah bir saatdən sonra yeyə bilərik. Yağlı, dadlı pendir hazır oldu. O da sarı rəngindədir bu günlərin. Mənim kimi. Çox qəşəngdir. Belə iyi kurkuma vurmuşdum, sarı kök əlavə eləmişdim. Bir də xaş-xaş, qara çörək otu əlavə eləmişdim. Yəni mak. İndi kəsib göstərəcəm. Siz də hazırlayın. Çox maraqlı dadı var, fərqlidir. İstədiyinizdə əlavə edə bilərsiniz içinə. Sevdiyiniz küncüd olsun, çiya olsun, fərq eləmir. Duzunu da istədiyinizə görə qoya bilərsiniz. Yəni arı dadına görə. Çox dadlıdır, çox fərqlidir. Həm səhər zavtrak da yeyə bilərsiniz, səhər yeməyində. Ya da ki, belə buterbrodlarda. Çox bəyənəcəksiniz, xoş olsun.